Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə mühüm nəşriyyatının say mövzusunun testlərinə baxacağıq. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Keçək suallarımıza. Deməli, birinci sualda deyir ki, sayla bağlı verilən fikirlərdən biri yanlışdır. A variantı, isim eyni zamanda həm say, həm də sifətlə işlənərsən. Əsasən say sifətdən sonra gəlir. Yanlış fikir elə A variantıdır. Adətən say sifətdən əvvəl gəlir. Yəni əvvəl say sonra sifət, sonra isə isim. Bu strukturla olmalıdır. Yəni əsasən belə olmalıdır. Səhv fikir ilə A variantıdır. B variantı, bir hansı fikir yanlışdır. Saydan müxtəlif sözlər yarana bilər. Bəli, bilər. Birincilik və azlıq tipli saylar isimləşmişdir. Səhvdir. Birincilik və azlıq tipli sözlər ümumiyyətlə isimdir, isim. Ona görə B variantımız səhvdir. Daha sonra üçüncü sualda fikirlərdən hansı səhvdir? Bir az, bir qədər saylarından sonra gələn isimlər cəmdə olur. Səhvdir. Bir az və bir qədər saylarından sonra gələn isimlər cəmdə yox, təkdə olmalıdır. Ona görə cavabımız elə A variantı olacaq. Dördüncü sual, verilən fikirlərdən hansı doğrudur? Saylar aid olduğu isimlə birgə işlənəndə qrammatik şəkilçi qəbul edir, səhvdir. Adətən isimin özü qəbul edir, yəni say qəbul eləmir. Say cümlədə hərəkətə aid ola bilmir, bu da səhvdir. Say hərəkətə aid ola bilər. Məsələn, yazıram ki, deyirəm, Nəsib dərsə birinci gəldi. Burada birinci sözü saydı. Nə aiddir? Hərəkətə aiddir. Ona görə B variantı səhvdir. Azlıq, azalmaq, azğın sözlərinin kökü saydır. Xeyr, azğın sözünün kökü azmaq feilidir. Sıra sayları qeyri-müəyyənlik məzmunu bildirə bilir. Bəli, bildirə bilir. Məsələn, bax yazıram 90-cı illər. Bax sıra sayıdır, amma qeyri-müəyyən məzmun daşıyır. Çünki burada 90-dan 99-a qədər illər nəzərdə tutulur. Cavab D variantı. Daha sonra 5-ci sualda deyir ki, çox kitablar oxudum, zənn elədim bəxtiyaram, mənə çox mətləbi ahəstəcə qandırdım xam. Nümunədəki sayların təhlilinə aid fikirləri seçin. Deməli, saylar çox saydı, bir də çox mətləb, yenə çox saydı. Cəmi 2 dənə sayım var, hər ikisi də çox sözdür. Sayların hər ikisi təsirlik hallı ismə aiddir. Çox kitabları oxudum, çox mətləbi qandırdı. Bəli, doğrudur. Hər ikisi təsirli halda olan ismə aiddir. Çoxluq və çoxal sözləri ilə eyni köklü saylardır, səhvdir. Çünki çox sözləri verilən nümunədəki çox sözləri sadə sözdür. Sadə sözlər eyni köklülük yarada bilməz. Cümlə üzvə kimi təyin rolundadır. Mənə çox mətləbi doğrudur. Çox kitablar, bəli, hər ikisi təyin rolundadır, doğrudur. Saylar ismi xüsusiyyətini daşıyır, xeyri daşımır. Öz suallarını saxlayıblar. Say əgər öz sualını saxlayıbsa, demək ismi xüsusiyyətini daşımır. İsmi xüsusiyyətini daşımaq üçün gərək ismin sualını qəbul eləsin. 1-3 cavab olacaq E variantı. 6-cı sualda deyir ki, kökü sayla amonim olan sözün işləndiyi cümlələri müəyyən edin. Baxın, belə suallarda sözün kökünü say axtarmayın, başqa nitq hissəsi axtarın. Baxaq. Birincisində deyir, birgə yaşayırıq, birgə ölək. Burada görürsünüz ki, birgə sözünün kökü birdir. Amma bir sayıdır da, yəni bu bizim cavabımız ola bilməz. Bizə lazımdır sözün kökü başqa nitq hissəsi olsun. Ona görə bu deyil. Sizin sözləriniz bizi yolumuzdan azdırmır. Bax, ikini götürəcəyik. Çünki burada azdırmır sözün kökü az feilidir. Az feili də az sayı ilə amonimdir. Üstədir, düşmən mindirsə, əqidə 1 olmalıdır. Burada min saydı, burada 1 yenə də saydı. Sonra, özgə atına minən tez düşər 4-ü götürürəm. Burada minən sözünün kökü minmək feilidir və minmək feili min sayı ilə amonimdir. Ona görə götürürəm buna. Atılan güllə uşaqları səksəndirdi. 5-i də götürürəm. 80-dirdi sözünün kökü 80mək feilidir. 80mək feili də 80 sayı ilə amonimdir. Cavab olur 2, 4, 5, yəni A variantı. 7-ci sualda nə istəyir? Deyir ki, ismin xüsusiyyətini daşıyan sayın işləndiyi say ismin xüsusiyyətini daşısın. Deyir ki, gözəllik 10-dur, 9-u dondur. Bax, 9-u sözü ismin xüsusiyyətini daşıyır. 10-dur, nədir? Bu da daşıyır. Azlığın səsi eşidilmirdi. Azlıq isimdir, bunu götürmə. Kitabların çoxu onlarda idi. Kitabların çoxu nə? Bax, mənsubiyyət şəkilçisi qəbul edib, deməli, isimləşibdir. Bizim uğurumuz çoxdur, bax. Şəxs şəkilçisi qəbul edib, amma öz sualını saxlayıb. Nə qədərdir? Düzdür? Deməli, isimləşməyibdir. Ona görə bunu götürmürəm. Birincilər dərsdə fəal idilər. Birincilər saydı, amma kim sualına cavab verir? 5-i də götürəm. 1, 3, 5 cavab olacaq B variantı. 8-ci sualda hansı cümlədə say təyin vəzifəsindədir? Sayın sintaktik vəzifəsi təyin olmalıdır zaten. Baxaq görək. Deməli, birinci gün digərlərindən ağır keçdi. Biri götür. Bax, ağır keçdi. Nə? Gün. Hansı gün? Birinci gün. Bax, buradakı birinci sözü təyin mövqeyindədir.
3. Üst tutduğum adamlar da bir-bir yoxa çıxırdılar. Burada bir-bir sözü say deyil ümumiyyətlə. Getdi. Son maaşından sonra kitab rəfində xeyli artım müşahidə olunurdu. Müşahidə olunurdu nə artım? Nə qədər artım? Xeyli artım. Təyindir. Üçü də götür. 4. Onun çoxlu arzusu üçüncü növ ismi birləşmədir. Bir yerdə götürülür, parçalanmır. 10-cu siniflər növbə sizindir. Bax burada 10-cu siniflər ifadəsi bütövlükdə xitabdır. Bunu da atqırağa qalsın 1-3 cavabın A variantı. 100 dəli canımı ala bilmədi. İndi bir ağıllı qəsdimə durub bir nümunədə işlədib. Görə elə nə işlənibdir? Deyir ki, müstəqil şəkildə cümlə üzvü olmayan say. Müstəqil şəkildə cümlə üzvü olmayan say görə elə işlənibmi? 100 müstəqildir. Yox, işlənmir. İşlənibmi? Yox, müstəqil şəkildə 100 dəli canımı ala bilmədi. İndi bir ağıllı qəsdimə durub. Görürük ki, burada 100'dür, bir də ki 1'dir. 2 dənə sayım var, düzdürmü? Hər ikisi də müstəqildir. Canımı ala bilmədi. Kim dəli, neçə dəli, 100 dəli, təyindir. Sonra indi bir ağıllı qəsdimə durub kim ağıllı, neçə ağıllı, bir ağıllı, bu da təyin mövqeyindədir. Yəni müstəqil şəkildə cümlə üzvü olmayan yazıbdır, amma bunlar hər ikisi müstəqil şəkildə cümlə üzvüdür. İsmi xüsusiyyətini daşıyan saylar, xeyr, hər ikisi ismi xüsusiyyətini daşımır. Ona görə bunu atıram qırağa. Digər intiqsələri ilə amonimi ola bilən saylar. Bir sözün bir ədəti ilə amonimdir, amma 100 söz amonim deyil. 100 sözü amonim deyil. Ona görə C variantı getdi. Sifətə aid olan saylar bax 100 dəli. 100 sayı sifətə aiddir. Bir ağıllı, bir sayı yenə də sifətə aiddir. Cavab olacaq D variantı. Onun sualı deyir ki, azı bilməyən çoxu da bilməz. Azı və çoxu hər ikisi saydır, hər ikisi də isimləşibdir. Və hər ikisi təhsili hal şəkilçisi qəbul edərək isimləşibdir. Deyir ki, fərqləndirilən sözlər hərəkətə aid olsa, morfoloji baxımdan say hesab olunar. Fərqləndirilən sözlər hərəkətə aid olsa da morfoloji baxımdan say hesab olunur. Buna səbəb nədir? Buna miqdar bildirməsidir. Miqdar və ya sıra əşyanın miqdarını və ya sıra bildirməsidir. İsimləşərək əşyanın miqdarını sırasla bildirirlər. Sözlərdən biri təsrifə mənfi ilə aiddir deyə heç bir əlaqəsi yoxdur. Yalnız biri müstəqil cümlə üzvüdür. Sözün bunun da əlaqəsi yoxdur. Köməkçi hissəsi, bu da əlaqəsiz variantdır. İsimləşərək miqdar bildirdiyi üçün, bəli, miqdar bildirmək saya aid xüsusiyyətdir və isimləşirlər. İsimləşərək əşyanın miqdarını bildirirlər. Burada isimləşərək miqdar bildirdiyi üçün yox, yəni isimləşərək əşyaya aid olduğu, isimləşərək əşyanın miqdarını bildirdiyi üçün ifadəsi olsa daha dolğun olur, amma bu fikir də uyğun fikirdir. Cavab D variantı. 11-ci sualda numerativ sözlə işlənə bilən hansı qeyri-müəyyən miqdar sayı neçə suala cavab vermir? Bax, numerativ sözlə işlənmək xüsusiyyəti müəyyən miqdar saylarına aiddir. Bir təqribi miqdar saylarına aiddir. Bir də ki, bir neçə miqdar sayı, bir neçə qeyri-müəyyən miqdar sayına aiddir. Bax, bir çox işlənmir, çoxlu işlənmir, xeyli işlənmir. 5-6 işlənir, bir də ki, bir neçə işlənir. 5-6, yəni təqribi saylar neçə suala cavab verə bilirlər. Neçə suala cavab verə bilməyən bir neçə sayıdır. Cavab C variantı. Hansı saydan sonra gələn isim cəm şəkilçisi ismə, cəm şəkilçisi düzü artırılıb. Bu döyüşdə bir sıra igidlərimiz, igid sifətdir, bu varianta baxdıq. Dünənki yarışda xeyli idmançılarımız, xeylidən sonra gələn isim təkdə olur, cəmdə olmur, ona görə bu da səhvdir. Əslində bu qayda bu ildən dəyişdirilibdir, bu ildən dəyişdirilibdir. Yəni xeylidən sonra gələn ismi cəmdə də qəbul eləyirlər bu ildən. Amma kitab bu ilə aid olmadığı üçün istər-istəməz kitabın uyğun izahını verəcəm. Xeyli idmançılar, yəni köhnə qaydaya əsasən yanlışdır. Bunlar lər şəkilçisi olmalıdır. Gərək bir çox kitablar götürüb hədiyyə edək. Bu cavabımız olacaq C variantı. Bir çox sayından sonra gələn isim cəmdə olmalıdır. Cavabımız olacaq C variantı. E variantında yüzlərcə cavan sifətdir. Bu da ola bilməz. Bir neçədən sonra gələn isim də cəmdə yox, təkdə olmalıdır. Bu da getdi. Cavab olacaq C variantı. 13-cü sualda cədvəl əsasən uyğunluğu müəyyən eləyir. Deməli, saylar digər nitq hissələrindən fərqli olaraq əsasən saylardan düzəlir, bəli, doğrudur. Say saydan yaranır. İstisna kimi sonuncu, əvvəlinci, filanıncı, axırıncı sözləri saydan düzəlməyibdir, amma ki, demək olar ki, qalan saylar saydan düzəlir. Yəni, bu fikir doğrudur. Qabağına yanlış yazıb, getdi. Sıra saylarından sonra gələn isimlər cəmdə işlənə bilməz, səhvdir. İşlənə bilir, getdi. Bir çox bir sıra saylar, sözləri həm say, həm də zərf kimi işlənə bilir, xeyr. Bir çox və bir sıra sözləri zərf kimi işlənə bilmir. Yanlış fikirdir, qabağına da yanlış yazıb, bu cavab olacaq C variantı. İsmə aid şəkilçi qəbul etsə də isimləşməyən say hansı cümlədə işlənə bilir? Bu adətən xəbər mövqeyində olan saylar olur. Adətən xəbər mövqeyində olan saylar olur. Deyir, onun qiymətləri həmişə 5-dir, neçədir?
neçədir? Öz sualını saxladığı üçün isimləşməyibdir. Cavab A variantıdır. Daha sonra 15-ci sual fərqləndirilmiş sözlərə əsasən uyğunlaşdırın. Ayın 10-udur, saat 10-dur. Deməli, qeyri-müəyyən miqdar sayıdır, heç biri. Hər ikisi müəyyəndir. Şəkilci bitişik yazılmalıdır. Şəkilci bitişik yazılmalıdır. Heç birində, hər ikisində defisinin yazılması doğrudur. Sonra yazılmayan şəkilci tələffüz zamanı ortaya çıxır. Bu bir aiddir. Niyə? Çünki ayın 10-udur. Orada mənsubiyyət şəkilçisi yazılmayıbdır. Tələffüz zamanı meydana çıxır. Sonra D variantı tələffüzündə səs artımı olmur. 2 aiddir. Bax, ayın 10-udur. Səs artırmadır ki? Xeyr. Deməli D variantını bura aid elədik. E variantı ismi birləşmənin əsas tərəfidir. İsmi birləşmənin əsas tərəfidir. Ayın 10-u. Bax, ismi birləşmənin əsas tərəfidir. Düzdür? Düzdür. Cavab 1-ə CE, 2-ə D. Bircə dəqiqə. Belə bir variantımız yoxdur. Hə, yox var B variantı. 16-cı sualda hansı cümlədə say müstəqil cümlə üzvü deyil? Yəni biz harda axtaracağıq? Söz birləşməsinin tərkibində. Ki, biz burada 5-ci binanı tikəcəyik. Hansı binanın müstəqil təyindir? 10-cular mübtədadır. Onlar 7-ci mərtəbədə yaşayanlardır. Bax, 7-ci mərtəbədə yaşayanlardır xəbər. Kim? Onlar. Baxın, 7-ci sözü yaşayan feili sifətinin tərkibində qalır. Feili sifət tərkibi də parçalanmır. Ona görə cavab C variantı olacaq. 17-ci sualda numerativ sözün kəmiyyət fərqi yaratdığı cümləni seçin. Numerativ sözün kəmiyyət fərqi yaratmağı nə deməkdir? Bax, bir var deyirəm 4 təkər, yəni 4 ədəd təkərdən söhbət gedir. Bir də deyirəm 4 cüt təkər. Artıq numerativ söz, cüt sözü orada kəmiyyət fərqi yaratdı. Çünki 4 cüt təkər 8 dənə təkər deməkdir. Belə bir fikir, belə bir nümunə axtarırıq. Bir 2 nəfər uşaq, nəfər fərq yaratmır. Bəzən bağlı qapıların açarı bir dənə də fərq yaratmır. Bir maşın qarpız vaxtında mağazaya çatdırıldı. Bir maşın qarpız vaxtında mağazaya çatdırıldı.